Askon Holding şirkətlərindən olan Azərpoçt MMC Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində tədbirə həsr olunmuş xüsusi poçt markasını dövriyyəyə buraxıb. Ümumdünya Forumun iştirakçıları bu bir neçə gün ərzində Azərpoçtun stendi vasitəsilə bu fon üçün həsr olunmuş poçt markalarını öz doğma və yaxınlarına göndərdilər. Azərpoçt olaraq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş poçt markası dövriyyəyə buraxdıq. Bu marka üçün biz təkrar emal olunmuş kağızdan istifadə etdik ki, bu da bizim dayanıqlılıq və ekoloji məsuliyyətə verdiyimiz önəmin göstəricisidir. Belə ki, məqsədimiz filateliya vasitəsilə ölkəmizdə keçirilən beynəlxalq tədbirləri yaşatmaq, eləcə də dayanıqlı və ekoloji məsuliyyətli poçt xidmətləri göstərməkdir. Bu günlər ərzində yüzlərlə həm yerli vətəndaşımız, həm də xarici turistlərimiz stendimizə yaxınlaşaraq poçt markaları, poçt kartları əldə etdilər və dünyanın dörd bir yanına göndərdilər. Bu o deməkdir ki, Bakıdan dünyanın hər bir ölkəsinə salam göndərildi, Bakının bugünkü ab-havası göndərildi. Məni sevindirən əsas məqamlardan biri də oldu ki, mən burada məhz bu tədbirin ilk gününün zərfini özüm öz əlimlə möhürünü bastım. O da bir maraqlı, bir mənim üçün nüans oldu. Bu kolleksiyaçılar üçün xüsusi önəm təşkil elədiyinə görə bu belə deyək də hadisəni mən şəxsən özüm burada yaşadığıma görə çox sevindim və gələcək planlarımızda təbii ki, həm Xəzər Muzeyi, həm Azərpoçt, Azərmarka ilə bərabər birgə müxtəlif layihələri həyata keçirməyi nəzərdə tutmuşuq. Bu fon-3-də Azərpoçtun bu təşəbbüsünə gənclər biganə qalmayıb. Belə ki, onlar da rəqəmsal dünyadan fərqli olaraq öz enerji və xoş niyyətlərini məktub vasitəsilə öz ailə üzvləri və dostlarına göndəriblər. Mən Azərpoçtu qıraqdan gördüm, çox maraqlı gəldi. Yaxınlaşıb məlumat soruşmaq istədim. Dedilər ki, mən bunu daha çox öz valideynlərimdən görmüşəm. Hansısa bir yerə post yazıb göndərirlər. Özüm də bu barədə maraqlandım, yaxınlaşdım. İndi də öz xaricdə olan dostuma post vasitəsilə məlumat göndərmək istəyirəm. Burada göy-göy təsvir ediblər, çox xoşuma gəldi. Xatırladaq ki, bundan əvvəl Azərpoçt MMC regionda ilk dəfə olaraq COP29 tədbirinə həsr edilmiş poçt markasını da məhz təkrar emal olunmuş kağız üzərində dövriyyəyə buraxmışdı.